Salam aleykum değerli dostlar. Hamınızı Allah'ın salamıyla salamlayıram. Hamınıza güzel günler arzu edirəm. Həftə sonudur. Hər bir kəsə gözəl istirahət arzu edirəm. Bu videonu çəkməyə məni vadar edən səbəb nə oldu? Məlumdur, mediada belə son vaxtlar dolaşır. Ümumiyyətlə, Azərbaycan mediasında bəzi şəxslər sanki İslama qarşı olan nifrətlərini xırda-xırda aşı kimi ifadə etməyə başlayıblar. Sanki iğne ilə yavaş-yavaş vurub bu məsələni gündəmə gətirmək istəyirlər. İslam və Azərbaycan xalqını, İslamı və türkləri bir-birindən ayırmaq istəyirlər. Uzun müddətli bir məsafə qoymaq istəyirlər. Bilmirəm, həmin şəxslər kimə xidmət eləyir, nəyə xidmət eləyir, onların tarixlə bağlı olan savadlılıq dərəcələri nə dərəcədədir? Ümumiyyətlə, onların özlərinin genetik analizini versəlik və baxsaq, görəsək, antropoloji onları analitikadan keçirsək, onların özlərinin türk irqi ilə nə dərəcədə əlaqəsi var, bunu bilmirəm. Bu bir sualdır əlbəttə ki. İndi mən sizə bir şey deyim. Türklər, İslam türklərin başına gələn ən böyük xoşbəxtlikdir. Ən böyük nemətdir. Bunu necə izah etmək olar? Bunu elmi bir şəkildə izah etməyimiz lazımdır. Mən hətta dini tərəflərini bir kənara qoyaraq sırf tarixi, mədəni, siyasi inkişaf nöqteyi nəzərindən bunu dəyərləndirmək istəyirəm. Qədim qatlarda baş verən proseslər nöqteyi nəzərindən bu məsələni qabartmaq istəyirəm və bir daha vurğulamaq istəyirəm ki, İslama qarşı olan bu antipatiya, İslamofobiya, təəssüflər olsun ki, xüsusilə bir sıra siyasi dairələrdə, media dairələrində, bəzən elmi dairələrdə özünü göstərir. İslam bu xalqın tarixində və bizim də tariximizdə ən mühüm amildir. Bir, Türklərə İslam nə verdi? İlk öncə onu deyim sizə ki, Türklərə İslam Oğuzların tarix səhnəsinə gəlməsinə və ilk böyük dövlət qurmasına səbəb oldu. Yəni, Türk tarixinin ən möhtəşəm hissəsi Oğuzların tarixi ilə bağlıdır. Çünki Oğuzlardan kənar digər türklər qərb istiqamətində o qədər irəliyə bilməyiblər və qərb istiqamətində dayanıqlı dövlətlər qura bilməyiblər və qurduqları dövlətlər dünya mədəniyyətinə Oğuzların verdiyi faydalar qədər fayda verməyibdir. Səlcuqluların qərb istiqamətinin hərəkətinin əsas imperativi ilahi kəlimətullah olubdur. Allahın adının yüksəldilməsi. Bu ideoloji bir yaklaşıma, yəni bu ideoloji yanaşmaya sahib olan türklər qərbə istiqamətlənmiş və oturaq mədəniyyətlərlə, o dövrün ən böyük oturaq mədəniyyətləri olan 3 oturaq mədəniyyət, Ərəb mədəniyyəti ilə şəhərləşmiş, yazısı olan, elmi inkişafı olan, dünyaya elmi töhfələr verən Ərəb mədəniyyəti ilə qədim yazı dövlətçilik irsi və eyni zamanda məmur aparatına malik olan Fars mədəniyyəti ilə və təbii ki, Yunan-Roma irsinin davamı olan Roma mədəniyyəti ilə, Bizans mədəniyyəti ilə tanış olublar. Oğuzların pasyanarlığına və hərəkətliyinə təsir edən əsas amil İslam olubdur. Onların dövlətçilik təsisatının daha təkmil olmasına təsir edən əsas amil İslam olubdur. Niyə? Çünki o, Fars, Ərəb, Roma, Bizans mədəniyyətinin dövlət şuurunda inteqrasiya edib yeni bir dövlət yaranmasına, yeni bir dövlət təsisatının yaranmasına gətirib, çıxardıbdır və türklər bir siyasi nöqteyi nəzərdən bunu qazanıblar. İkincisi, Türk xalqının böyük bir hissəsini vahid əlifbanın altında birləşdiribdir. Ərəb əlifbasının altında birləşdirib. Vahid əlifbanın altında birləşmək türk mədəniyyətinə xüsusilə möhtəşəm təsir edibdir. Dünyaya türk xalqlarının bəxş etdiyi möhtəşəm ədiblər hamısı müsəlman türk ədiblərdir. Qeyri-müsəlman türk ədəbiyyat dünyası dünyaya yox türk mədəniyyətinin özünə belə elə bir şey verməyibdir. Bu ən böyük bir müsbət təsirdən biridir. Yəni, mədəni vahidləşmənin, mədəni olaraq bir araya gəlmənin əsas amillərindən biri əlifba olubdur. Əlifba. Vahid əlifbada birləşir. Ona görə İsmail Qaspıralı'nın buraxdığı
tərcümanı Qafqazda oxuya biliblər və yaxud da ki, Məmməd Əmin Rəsulzadənin əsərlərini Orta Asiyada oxuya biliblər. Ona görə Osmanlıda cərəyan edən milli oyanış düşüncəsi Orta Asiyaya qədər təsir edib vahid əlifba ətrafında birləşib. 3. Türklər köçəri olduqlarından dolayı İslam mədəniyyəti ilə tanışlıq, İslama girdikdən sonra dövlət təsisatının mahiyyətindəki dəyişikliklər şəhərləşmə mədəniyyətinin türklərin içində ciddi şəkildə inkişafına səbəb olubdur. Türklərin bugün fəxr etdiyi ən böyük, ən gözəl şəhərlər müsəlman türk xalqlarının qurduğu şəhərlərdir. Qeyri-müsəlman türk xalqlarının qurduğu möhtəşəm şəhərləri bir dənə mənə misal göstərin, hansı ki qalıbdır. Nə qalıbsa İslamın mənəvi kölgəsi altında qalıbdır. Daha sonra bir çox şeylərə davam edə bilərik. Türklük şuurunun qalması. Yəni özünü türk dünyasına aid edən, assimilyasiya olunmamış və dövlətə sahib olan bir qeyri-müsəlman türk xalqını göstərir. Bu qədər bəsit, cahilcəsinə, tarixdən, kitabdan, metoddan və üsuldan xəbərsiz şəkildə yazan, deyən, söyləyənlərə ancaq nə deyə bilərəm? Allah sizə hidayət versin. Hidayət yol göstərmədir. Bu bəzən dində, bəzən isə dünyada lazım olur.